dolu görünmək istəmirəm. Dolu görünmək heç kəs istəməz. Yaş orada önəmli deyil. Ümumiyyətlə, nəinki sizin 23 yaşınız var, 40 yaşında, 50 yaşında biri də dolu görsənməməlidir. Hər kəs normada özünə yaraşacaq qədər üzü boy. Yəni, bir də görsən artıq baş yekəlir, bədən balaca görsənir. Ona görə də üzü maksimum az dolgulardan istifadə edərək dəyişmək lazımdır. Çünki onsuz da getdikcə o daha da həcm verir, daha da hialuronka ətrafına su yığır. Ona görə də az eləmək lazımdır. Az, amma o demək deyil ki, 1 qramla full face yığa bilərik. O biraz səhv məntiqdir. Bəzən elə bilər ki, 2-3 qram altısı o super olacaq. Bu qramlar əslində çox azdır. Xaricdə məsələn bir dənə avala 10 qram edirlər. Renci kod deyilən bir şey var. Ən məşhur kozmetologlardandır. 10 qram, bizdə 10 qram desək, məni öldürərlər burada. Mənə 1 qram deyil, 1 qram ilə söhbətdir, amma onunla da çox gözəl bir nəticə almalısı. Heç biri real deyil. Nə çox lazımdır eləmək, yəni kozmetoloqa buraxmaq lazımdır, düzgün kozmetoloq. Hansı ki, özünün üzündə çox böyük bir şey yoxdur və baş pasientlərini canlı görüb baxmaq lazımdır ki, pasientlərin də üzündə, bax, məsələn, mənim yanımda köməklərimin üzünə baxmaq lazımdır ki, görürsə, heç birimiz yekə deyilik, abartı deyilik. Yəni, hətta bizim yekə üzlər olanda mən əksinə balacalaşdırıram. Pi varsa piyə edirəm, burada masseter, botoks varsa, aşırıdırsa onu balacalaşdırıram. Çünki üz balaca, xırda olanda qadın incə görsən. Biz kişi deyil ya, bizim üzümüz yekə görsənsin. Kəsirəm. Bilirəm ki, dolgu eləyəndə sonra 1 yaşdan sonra sallanacaq. Əksinə hialuron turşusu elə bir şeydir ki, o bizim üzümüzü sallanmağa qoymur. Qoyduq məsələn yanağa. Yanaqda dolgu var, tutalım ki, o birisində yoxdur. Görəcəksiniz ki, yəni onu alimlər də sübut edir. Bu ümumiyyətlə fikirləşəndə, bunu elmi baxsanız, oxusanız, yəni necə deyim, əgər bu işdən başınız çıxsanız biləcəksiniz ki, mümkün deyil elə şey, əksi var. Yəni hialuron turşusunu qoyursan bir yerə. O illərlə başlayır, illərlə deyən ki, 1 ay sonra da, 5 il sonra da ətrafını su toplayaraq qalır. O heç vaxt tam getmir. Ona görə deyirəm ki, çox eləmək olmaz. Zaten orada qalır. Və o qaldığı üçün siz qoymur üzünüz sallansın. Qalıbağa dirək var burada. O dirək gedəndən sonra başlayır sallanmağa üz. Məsələn, getdi üzünüz başlayır pi yerini dəyişir. Kollagen sintez eləyir, hialuron sintez eləyir. Yəni üzünüz əksinə, əgər qocalacaqsa daha gec qocalır. Amma aşırı olmayanda, aşırı olanda başlayır daha nə olur? Aşırı dolgu olanda, məsələn, biri var ki, bütün günü dolgu edir.